Bu yaxınlarda rayona getmişdim. Getmişkən də belə bir qənimətlə döndüm. Sağ olsun anam bəsləyib böyütmüşdü. Mən də bir dənəsini götürüb qaçdım Bakıya. Davramışkən də istədim video çəkim. Mağaza çorbalarından dadı çox fərqlənir. Daha dadlı, daha ləzzətli olur və təbii ki daha iri olur. Yəni bu da daha çox saxlamaqla bağlıdır. Bu da hardasa 2 ay yarım çaylıq bir çorba idi və 4 kilo 800 qram gəlmişdi təmiz halı. Yəni belə təmizlənmiş halı. İlk öncə əsas hissələrə bölürəm. Oynaqlardan və sümüklərdən ayırıram. Daha sonra isə artıq digər doğrama işlərinə keçid edəcəm. Sadəcə belə filə hissəsinin üzərinin dərisini soyuram. Digər hissələri saxlayıram. Mən dəri yemək sevdiyim üçün yəqin ki bu. Belə sinə hissəsini 2 hissəyə bölürəm. Daha sonra isə üst qatını çıxardıram. Bunu dolma üçün, kotlet üçün və yaxud da ki başqa belə yeməklər üçün ayırıram. Daha sonra sümüklü hissəni də 3 hissəyə bölürəm və hər birisinin üzərində yetər qədər ki ət qalmışdı. Daha sonra bununla bu dibini ayırıram oynaq hissədən. Bu dibini 3 hissəyə bölürəm. Çox böyük olduğuna görə, amma bunu 2 hissəyə bölmək kifayət edir. Belə iç peyini çıxardıram. Bunu dolma üçün saxlayacağam. Belə quyruq ətrafı yağlarıdır. Daha sonra bel sümüyünü də belə 4 hissəyə bölürəm. Boğazını da çox yağlı olduğu üçün dərisi, onu da dolma üçün saxlayıram. Bir də əlavə olaraq pətənəsinə dolmayı əlavə edirəm. Qabırğası da böyük olduğu üçün onu da ortadan 2 hissəyə bölürəm. Qalan hissəsini kəsib atıram. Belə qanadı 2 hissəyə bölmək kifayət edir. Sümüklü hissəni 2 yerə ayırıram. Həm aş üçün, həm də ki sos üçün. Aş üçün olanı normaldan 1-2 tikə artıq edirəm və başlayıram belə filələri doğramağa. Bu hissəni makaron üçün hazırlayıram. Belə xırda kub-kub doğrayıram. Biz belə bunu pomidorla hazırlayıb makaron üstünə çəkib yeməyi sevirik və buzluğa əlavə edirəm. Bunu çörp şiş üçün doğrayıram. Nisbətən daha iri formada. Digər qalan hissəsini isə belə ət çəkən maşından çəkib buzluğa yığıb saxlayacağım. Və bizə görə çox olduğuna görə onu da hissəyə bölürəm. Və artıq hazır. 2 dənə çəkilmə dolmalıq ət elədim. Bir dənə çörp şiş üçün elədim. Bir dənə makaron və bir dəfə aş üçün. Bir dənə isə sos üçün. Qalan